Salam hər kəsə dostlar, mən Fərid Varudzadə. Yepyeni bir video ilə sizin qarşınızdayım. Deməli, aylar öncə açdığım bir bank hesabım var. Onu istifadə etmədiyim üçün bağlamaq qərarına gəlmişəm. İndi gedəcəm Kapital Banka, nə olacaq, nə baş verəcək, hamısını çəkib sizlərlə bölüşməyə çalışacağım. Odur, izləmədə qalın. Deməli millət, gəldik, çıxdıq Astanovkaya. İndi gözləyək, görək, marşrut nə vaxt gələcək. Marşrut gəlsin, çıxaq edək, işimiz açdırmadı. Yenə deyirəm, nə olacaq, nə baş verəcək, çək göstərməyə çalışacağım müəyyən qədər. Gözlədiyimiz marşrut hamıya tanış bir marşrutdur. Ən çox da ki, Əhmədli zonasında yaşayanlar daha yaxşı tanıyacaq bu marşrutu. Yəni belə, indi bu rayondan gələn marşrutda bizə rayona gedən marşrut lazımdır, yəni əks istiqamətdə. Prosta sizə göstərmək üçün çəkdim bunu. Deməli millət, avtobusumuzda gəldiyinə görə gedə bilərik. Deməli millət, gəldik, çıxdıq Kapital Banka. Gedək növbəmizi götürək, gözləyək, görək başımıza nə gələcək. Nə baş verəcək, hamısını sizə göstərməyə çalışacağım. Bu da bizim rayonumuz. Deməli millət, o qədər növbə gözləməkdən sonra, o qədər əziyyətdən sonra axır ki hesabı bağlatdıra bildim. Öz yuxarı təsdiqlənə bilməyib hesab. Axşam təsdiqlənər çox güman. Özləri xəbər verəcəklər. Vaxtda biraz var, istəyirəm ki sizi parkı gəzdirim. Rayon da daxil olmalı. Deməli millət, bu da sizə bizim rayon, Biləsvar rayonu. İzləmədə qalın, göstərəcəm sizə nə var nə yox. Bu da sizə Biləsvarın parkı. Düzdür, Bakı qədər belə qəşəng olmasa da, amma rayon üçün məncə idealdır, pis deyil. Deməli millət, avtobusda gəldiyinə görə yavaş-yavaş gedə bilərik məncə. Deməli belə dostlar, bir videonun da belə sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkürlər. Video xoşunuza gəldisə bəyənməyi və daha maraqlı videoların gəlməsi üçün izləmədə qalmağı unutmayın. Sağ olun, salamat qalın.